Gənc şair kimi artıq tanınan Nərimanın qələm yoldaşı Xəlil Rza ilə birgə Moskvaya, Maksim Gorki adına ədəbiyyat institutuna oxumağa göndərirlər. Qızları aparamadıq, çünki orada yataqxana yox idi, vermirdilər. Qızlar da incidi bizdən küstü. Yəni bir ay keçdi, səs çörək çıxmadı bunlardan. Onda Sara belə dedi ki, Nəriman telegram vurub bizə, güya ki Saraya, ki gəlin. Bunlar bizim adımıza məktub yazırlar, Xəlilə mənim adım, öz atalarına ki, xahiş edirik qızları göndərin. Bizim xəbərimiz yoxdur ki, qızları göndərin eləyin. Güya ataları da qızları çağırıblar Firəngizən Saranı ki, ay qızım gedin, çağırırlar, cavandılar, ailə tək qoymayın orada. Bunlar da deyir ki, yox getmirik. Özləri qrup absılar. Telegram gəldi ki, gəlirik. Amma yolda elə ikimiz də qorxuruq, görək bunlar bizi necə qarşılayacaq, xoşları gələcək kimi bizim gəlməyimizə, acıqları tutacaq. Bir-birimizə də ürək veririk ki, yaxşı olar, axır gəlməliydik də. Onda biz Xəlillə getdik, qarşıladıq bunları. Bunları şiryə ev tutuq, yataqxana yox idi. Sara dedi mənə ki, Firəngiz, gəl, gedək Moskvanı gəzək. Bunlar saat 7-də gələcək. Gedək, baxaq, görək, nə satırlar, nə qoyurlar. Getdik, tükənləri gəzdik, baxdığımıza baxdıq, aldığımızı aldıq. Saat 4 üçün qaydırıq indi evə. Qaydırıq, qatarda gördüm ki, Nanay şairi, Andrey, bu da bizi ilə qaydır. Deyirəm, Andrey, dərs keçmişsiniz. Deyirəm, bu günləri bizə dedilər, saat 1-dən buraxıblar bizi. Mən gəzirdim Moskva. Məni qorxudan tərpənə dedim, yox, mən Xəlilə deməmişik, gəlmişik. Bunlar bizdən çox narazı olacaqlar və deyəcəklər ki, elə gizlin gedən adam hər şey eləyə bilər. Sara dedi, nədən qorxursan? Elə dustaqzad o, gəlib oturaq burada. Gedək biz də baxaq görək nə var, nə yox da. Nəysə, biz gəlib, qatar gəlib çatanda, bu qatar elə yerdə dayanır ki, qəbrəstanlığın yanından keçir. Biz qəbrəstanlığın içi ilə, yolu ilə düz getməliyik də, yataqxanaya tərəf. Bir də gördüm ki, burada Xəlilin səsi gəlir. Firəngiz, Sara deyə qışqırır. Mən burada atırmasqa qaça-qaça tez gedək də, deyərik buralardaydıq. Deyir, yox, deyərik elə gedmişik. Mənim sözümə baxmadı. Gəlib çatanda, Xəlil bir dənə şapalaq mənə, bir dənə şapalaq Saraya. Nəriman başı çalıb aşağısı, yaxın gəlmədi bizə. Deyir, Xəlil nə bilir, qoyuləsin. Sara bir müddət Moskvada qaldıqdan sonra vətənə dönür və çox keçmir ki, Telegram aldım ki, qızın olub. Ürəyimdə deməyə, niyə qızım olub, mənim oğlum olmayı. Heç dəxli var. O vaxt elə idik də, dedim, yaxşı. İndi utanıram ki, qızım olub, heç dəxli var. Götürüb gizlətdim o telegramı. Bir 3-4 gün keçdi. Bir gün nətər oldusa oturmuşduq belə, Hikmətə dedim. Dedim, ay Hikmət, belə. Hayır, sən nətər adamsan, düşdü üstümə. Məmməd gələndə ona dedi, indi bizim stol açdıq, məclis görüm. Məclisimiz də nədir? Bir çaxırda, bir buturkada bir balıq yeliseysin, balıq aldı, pendizə belə. İndi məni təbrik edirlər. Təbrik edirlər, sənin qızın olubsan. Ancaq mən atalıq hissi keçirirəm, amma insan dəyişir, çox qərib olur. Övladın olandan sonra adam dəyişir. Oturmuşuq, indi qızın adını nə qoyursan? Deyim, vallahi heç fikirləşməmişəm bu barədə. Hikmət dedi, qızın adını mən qoyacam. Dedim, qoy. Nə qoyursan? Yaraşıq. Yaraşıq verə bilər. Telegram vurdum ki, qızın adı Yaraşıq. Telegram vurandan sonra fikirləşirəm, birdən qızı Yaraşıq zad olmaz, qız böyüyər. Qızıl ağa qoyarlar. Mən niyə elədim elə? Ata istidə. Sonra gələndə buraya gəldim, dedim, bəlkə Yaraşıq yox, qızın adını Xatirə qoyaq. Xatirə qoydum. Ondan sonra mən bu qızı bayraq eləmişdim əlimdə. Gizlədirdim, bayraq eləmişdim. Elə şirin qızı idi Xatirə, elə şirin uşaqlıq olubdu.
Çox razıyam mən indi qızımdan da, sonra oğlumdan da. Elə biləm mən o qadına mən razıyam. Ona görə ki, məni tək qoymadı dünyaya. Dünyada mənə qız qoydu, oğul qoydu, getdi ki, onlar mənim arxamdır bu saat.